Daşqı müəllim, gələn nədir bu? Dəmir müəllim gəlir, gəlsin bir dənə söhbət edərik. Gəlsin. Görün məndən danışdığınız kimi sən Dəmir müəllimlə danışa bilərsən. Mənə hesab eləmə, maşın püskünə qoyubsan, özü haqq qazandır bey. Şükür, Dəmir müəllim gəldi. Gəlsin. Hadi gəlin. Salam əleykum Daşqı. Salam əleykum. Necəsiz? Salam. Salam qardaş, salam. Daşqı müəllim, yenə nə oldu Daşqı müəllim? Bura avariya olması yerdimi? Burada maşın mı var? Hardan tapdın sən bu maşın? Yox, Dəmir müəllim. Necə oldu? Yox, Dəmir müəllim, siz deməli sifarişləri aparıb çatdırmaq lazımdır. Mən də bardım o markete verdim, qaşıqları zadları da. Buradan çıxanda mən də onu yazırdım. Buradan çıxanda bu qardaş riski çıxdı mənim qabağıma. Siqnal verirəm müəllim, eşitmir məni. İndi günah bundadır. Həmən düşün mənim üstümə şəşələrir müəllim. İndi başa düşdük, hadisə də olub. Amma mən də şirkət rəhbəri kimi narahatam. Bu avtomobil sizə verilənlər 5-ci qəzadır bu. Dünən çıxıb milyardan. Məndə günah yoxdur. Axı mən bu yoldur. Mən yola çıxıram müəllim. Bu da mənim qabağımdan çıxır. Bu mənim maşınım qabağında gör kimdən müəllim. İndi günah kimdədir müəllim? Günah bundadır da müəllim. Hadisə necə olub qardaş? Danışa bilərəm. Buyurun. Yolun başında zıraq var idi. Bəli, Öz bəli. yolumla gəlirəm. Bəli, bəli. Öz yolumla gəldiyim yerdə trampil var idi. Tormuz verdim, keçəm. Tormuz verdiğim yerdə gəldi girdi. Bir dənə yola baxacaq, yol kimin yoludur? Yol kimin yoldur? Bəli, bəli, yol kimin Görsən nə yoludur? deyir? Yol kimin Dəmir yoldur? müəllim. Sizin Dəmir bəs müəllim. sizin yolunuzdur. Bəli, yol mənimdir. Dəmir müəllim, o necə ola bilər? Yol axı yol hamımızındır. Hamımız istifadə Ay edə bilərik. Allah. Yolu dövlətimiz hamımızsın çəkib, bu bir. Aha. Bəli. İkincisi, siz iddia edirsiniz ki, Daşqı müəllim vurub sizin avtomobili. Kör gör. Bax da. Yola da bax, mənim də yoluma bax, onun da yoluna bax. Bax da bax. Gəlin belə eləyək Daşqı müəllim. Siz bir dənə bu... Siz bura bir dənə qol çəkin. Niyə mənim nə günahım var? Baxın bu gəlib mənim qabağıma çıxır. Mən özüm Daşqı müəllim, yəni günah məndə olmur. Günah onda olur. Siz şirkətin həm vitse-prezidentisiniz, həm də sürücüsüz. Ona görə qəzanı boynunuza almağınızla bağlı bura bir qol çəkin. Sabah saat 10-da iclasda olun. Günah məndə oldu müəllim. Bəli, sizdədir Sinan. Yox mənim günah onda gəlmir, ondan gəlmir nə xeyir var ki? Siz dəmir-dümür daşımırsınız. Hər qəzada 6-7 karafka qab-qaşıq da qalır. Hamısı şirkətin boynunda. Ona görə də vəziyyət çox gərgindir. Və sizin sayənizdə gərgindir. Daşqı müəllim. Dəqiqə, keç görün bir. Daşqı müəllim, hal-hazırda ki, mən vəziyyəti dinlədim və durum budur. Mən qardaşa 200 manat verim, onu yola salım. Qardaşım, buyurun. Əgər o pul görməz deməyin, çünki mənim özümdə tanış malyar dostlarım var. Qəzada Daşqı müəllim sayəsində bişmişik. Bilirik onun xərci nə qədərdir. Keçmiş olsun. Olmamış kimi sayaq bunu. Mehribansılıq olsun. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Bu da bugün bizim Daşqı müəllim sayəsində